Salam. Bugünkü bölməmiz Azərbaycanın iqlimi, günəş radiasiyası, günəşin düşmə bucağı, havanın temperaturu, yağıntı və küləklərdir. Birinci sual. Talış dağlarına aid olmayan cəhət. Meşədən yuxarıda çöllərin yerləşməsi. Bəli, Talış dağlarında meşədən yuxarı çöllər var. Yağıntıların orta və yüksək dağlığa doğru artması. Bizdə Azərbaycanda sadəcə Talış dağlarında ən çox yağıntı alçaq dağlığa düşür. Alçaq dağlıqdan yüksək dağlığa doğru yağıntının miqdarı azalır. Yəni B variantı yanlış variantdır. Relikt bitkilər, qalıq bitkilər Talış dağlarında çoxdur. Vulkanik mənşəli süxurlar var. Meşə örtüyünün də olması Talış dağlarında meşə örtüyü var. B variantı doğru cavabdır. İkinci sual. Azərbaycanda daha çox yağıntı düşən ərazilər, yarımsəhra iqlimi olan əraziləri çıxacağıq. Deməli, A variantından Arazboy düzənliklər Ceyran çölü çıxırıq. B variantından Abşeron, Qobustan, Küraraz. D variantından Samur dəvəsi, Acınoğur. Y variantından Abşeron yarımadasını çıxırıq. Yarımsəhra və quru çöl iqlimi olan ərazilərdə yağıntının miqdarı 200-400 mm arasında dəyişilir. Doğru cavab olacaq B variantı. Talış dağlarının ətəkləri Böyük Qafqazın cənub yamacı. Üçüncü sual. Azərbaycanda düz günəş radiasiyasının daha böyük qiymət aldığı ərazilər, ümumiyyətlə düz günəş radiasiyası buludsuz yerlərdə olur. Biz o zaman burada yarımsəhra və quru çöl iqlimi olan, yəni isti quraq əraziləri çıxmalıyıq. A variantından A variantından Gəncə, Qazax və Qobustanı çıxırıq. B variantından, daha doğrusu düz günəş radiasiyası deyirsə, dağlıq əraziləri, buludlu yerlərə çıxmalıyıq. A variantından Qonaq kəndi çıxırıq. B variantından vulkanik yayla Lənkəran ovalığını çıxırıq. D variantından Yansı hisslərini çıxırıq. Y variantından Talış dağları. Azərbaycanda daha çox buludlu olan yerlər Lənkəran ovalığı, Qanıq Əyriçay, düzən ərazi olaraq dağlıq ərazilər buludlu yerlərdir. Deməli, doğru cavab olur C variantı. Yarımsəhra və quru çöl iqlimi olan yerlərdir. Yarımsəhra və quru çöl iqlimində il boyunca buludluq digər ərazilərlə nisbətən daha azdır. Dördüncü sual. Azərbaycanda ən az yağıntı düşən ərazilər, dağlıq əraziləri çıxmalıyıq. Lənkəran ovalığında çıxırıq. D variantından Qanıq Əriçay rütubətli yerdir, mülayim isti iqlimdir. Y variantından Naxçıvanın dağlıq ərazilərinə də o qədər az düşmür, Böyük Qafqazda çıxırıq. Doğru cavab olacaq burada C variantı. Abşeron, Qobustan və Kür Araz hər ikisi yarımsəhra və quru çöl iqlimidir. Yəni isti quraq iqlimdir. Beşinci sual. Azərbaycanda buludluluğun daha çox olduğu ərazilər isti quraq əraziləri, yəni yarımsəhra iqlimi olan əraziləri çıxacağıq. Deməli, A variantından Abşeron, Azrohur, Ceyran çölü çıxırıq. C variantından Kür Araz, Qobustanı çıxırıq. D variantından Arazboy düzənliklər, Gəncə, Qazax çıxırıq. Y variantından Muğan düzü bu ərazini çıxırıq. Deməli, doğru cavab olur B variantı. Lənkəran ovalı Böyük və Kiçik Qafqazın orta dağlı, buludlu çoxdur və yağıntı da çox düşür. Altıncı sual. Lənkəran ovalığında günəşli saatların illik miqdarı Arazboy düzənliklərdən az olmasının səbəbi günəşli saatlar buludsuz havalarda çox olur, buludlu havalarda isə az olur. Lənkəran ovalığında da buludluluq çox olduğu üçün ona görə günəşli saatların miqdarı daha azdır. Y variantı doğru cavabdır. Temperatur inversiyasını deyə bilmərik. Mütləq hündürlüyün az olması bu günəşli saatların az olmasına aidiyyəti yoxdur. Sahəsinə görə daha kiçik olması bu da olmayacaq. Xəzər dənizinə daha yaxın olması. Demək, Xəzər dənizinə yaxın olan digər ərazilər də var. Məsələn, Kür Araz ovalığı. Orada amma günəşli saatların miqdarı kifayət qədər çoxdur. Deməli, əsas səbəb buludluğun çox olmasıdır. 7-ci sual. Azərbaycanda günəş enerjisindən istifadənin perspektivi daha böyük olan ərazilər. Deməli, günəş enerjisindən istifadə üçün günəşli saatların miqdarı, günəş radiasiyası çox olmalıdır. Günəşli saatların miqdarının çox olduğu ərazilər götürməliyik. Deməli, buludlu əraziləri çıxacağıq. A variantından Lənkəran ovalığı,
Böyük Qafqazı çıxırıq. B variantından Şollar düzü buludlu ərazidir. Böyük Qafqazın yüksək dağlarına çıxırıq. Deməli, C variantından C variantından yüksək dağlıq ərazilərdə günəş energetikasından istifadə olunmur. Onu çıxmaq lazımdır. Y variantından şollar düzü buludlu ərazidir. Kiçik Qafqazın orta dağılında buludluq çoxdur. Doğru cavab olacaq D variantı. Həm Naxçıvanın Arazboy düzləri, həm Abşeron, həm Kür Araz ovalığı il boyunca günəşli saatların miqdarı çoxdur. Burada günəş energetikasından daha geniş şəkildə istifadə oluna bilər. 8-ci sual. Gilavar küləyinin istiqaməti və onun ölkəmizin hava şəraitinə təsiri. Gilavar Abşeron yarımadasına cənub və cənub-şərqdən gəlir və isti quru külək gətirir. Deməli, doğru cavab olacaq Y variantı. Xəzri 10-cu 9-cu sualda Xəzri şimaldan və şimal-şərqdən gəlir. Şimaldan gələn külək həmişə temperaturu aşağı salmalıdır. Deməli, şimaldan və şimal-şərqdən olan cavab hansı var? Şimal və şimal-şərq cavabı burada var C variantı. Qışda soyuq küləkli hava şəraiti yaradır. Ümumiyyətlə, Xəzri küləyi il boyunca temperaturu aşağı salır. 10-cu sual. Səpələnən günəş radiasiyasının daha çox olduğu ərazilər biz isti və quraq əraziləri çıxmalıyıq. Yəni yarımsəhra iqlimi olan əraziləri çıxmalıyıq. Çünki səpələnən radiasiya buludlu havalarda olur. B variantından Kür Arazdan Qobustanı çıxırıq. C variantından Ceyrançöl, Şərli Ordubadi çıxırıq. D variantından Acınoxoru çıxırıq. Y variantından Kür Araz və Samur dəvəsini çıxırıq. Doğru cavab olacaq A variantı. A variantındakı ərazilər Lənkəran ovalı, Qusar mail düzənliyi və Böyük Qafqazın orta dağı buludlu ərazilərdir. 11-ci sual. Buxarlanmanın daha böyük olduğu ərazilər. Buxarlanmanın çox olduğu ərazilər deyilsə, yenə də biz isti quraq əraziləri, yəni yarımsəhra iqlimi olan əraziləri çıxırıq. 11-ci sualda A variantda Şərli Ordubadi çıxırıq. B variantda Ceyrançur Acınoğlu çıxırıq. C variantında Arazboy düzənlikləri çıxırıq. D variantda Samur dəvəsi çıxdı. Doğru cavab olacaq Y variantı. Həm Lənkəran ovalığı, həm Böyük Qafqazın cənub yamacı buludlu ərazilərdir və həmin ərazilərdə, buludlu yağıntılı ərazilərdə buxarlanmanın da miqdarı çox olacaq. 12-ci sualda Azərbaycanda mümkün buxarlanmanın ən yüksək olduğu mümkün buxarlanma və yaxud buxarlanma qabiliyyəti deməkdir. Mümkün buxarlanma ən yüksək deyirsə, biz isti əraziləri götürməliyik. İsti ərazilərdə çox olur, soyuq ərazilərdə az olur. Yəni bir sözlə dağlıq əraziləri çıxmaq lazımdır. 12-ci sualda A variantında birbaşa yan silsiləni çıxırıq. B variantında Böyük Qafqazın cənub yamacını çıxırıq. D variantında Böyük Qafqazın cənub-şərqini çıxırıq. Y variantında Kiçik Qafqazın yüksək dağlarını çıxırıq. Doğru cavab olacaq C variantı. İsti ərazilər. 13-cü sualda Naxçıvan ərazisinin iqlimi üçün səciyyəvi olmayan xüsusiyyət. Yayın quraq və qışın soyuq keçməsi bu doğru cavabdır. Bunu atırıq gedir. Düzənliklərdə rütubətlənmə əmsalının vahiddən böyük olması. Bilirik ki, Naxçıvan kifayət qədər quraq ərazidir. Düzən əraziləri də tamamilə yarımsəhra və quru çöl iqlimində yerləşir. Yarımsəhra və quru çöl iqlimi o deməkdir ki, il boyunca yağıntının miqdarı 400 mm keçmir. İsti quraq ərazilərdir. B variantı doğrudur. Deməli, ümumi günəş radiasiyası çoxdur, günəşli saatlar çoxdur, illik temperatur amplitudu ən çox Naxçıvandadır. 13-də oldu B variantı. Düzənliklərdə rütubətli əmsalının vahiddən böyük olması sərt cavabdır. 14-cü sual. Azərbaycanda mümkün buxarlanmanın yağıntıdan çox olduğu. Həmişə belə bir sual verirsə bizə ki, mümkün buxarlanmanın yağıntıdan çox olduğu isti quraq əraziləri götürürük. Deməli, yüksək dağlıq ərazilərə çıxmalıyıq burada. C variantında Böyük Qafqazın yüksək dağlığı Lənkəran ovalığı, Talış dağları Lənkəran ovalığını çıxdıq. Böyük Qafqazın yüksək dağlığı, Kiçik Qafqazın yüksək dağlığını çıxdıq. İsti və quraq ərazilər, yəni yarımsəhra iqlimi olan ərazilər B variantı Kür Araz, Arazboyu və Abşeron. 15-ci sualda Azərbaycanın daha az rütubətliyə malik olan əraziləri
Yenə də isti quraq ərazilər. Yəni isti quraq ərazilər deyərkən bizdə yarımsəhra və quru çöl iqlimi olan yerlərdən gedir söhbət. Deməli, B variantında hər ikisini çıxırıq. C variantında Lənkəran ovalı, Talış dağları, D variantında Böyük Qafqazı çıxırıq. Y variantında Kiçik Qafqazı və Talış dağlarını çıxırıq. İsti quraq ərazilər olacaq A variantı. Küraraz, Arazboy düzənliklər, Abşeron, Qobustan. 16. Buxarlanma qabiliyyətinin yüksək olduğu ərazilər. Buxarlanma qabiliyyəti, yəni mümkün buxarlanma isti olan ərazilərdə çox olur. Yəni isti olan ərazilərdə bizdə yarımsəhra və quru çöl iqlimi olan ərazilərdir. Yəni biz dağlıq əraziləri çıxmalıyıq. Naxçıvanın yüksək dağı getdi, Talış dağları getdi, Qarabağ vulkanik yaylası getdi. Qarabağ silsiləsində çıxırıq. Doğru cavab olacaq burada 1, 5, 6, 8. 1, 5, 6, 8 yarımsəhra iqlimi olan ərazilərdir. 17-ci sual. Böyük Qafqazın şimal yamaclarında qar xəttinin cənub nisbətən daha aşağıdan keçməsinin səbəbi. Qar xətti il boyunca qarın buzun qaldığı yerdir, ərimədiyi yerdir. Qar xətti temperaturla bağlıdır. Qafqaz dağlarının cənub yamacına günəş şüaları çox düşdüyü üçün cənub yamac istidir, ona görə qar xətti daha yuxarıdan keçir. Amma şimal yamaca günəş şüaları birbaşa düşmədiyi üçün orada temperatur daha azdır. Temperatur da az olduğu üçün orada qar xətti daha aşağıdan keçir. Deməli, şimal yamacda qar xəttinin cənuba nisbətən aşağıdan keçməsinin səbəbi temperaturla bağlıdır. Olacaq burada orta illik temperaturun aşağı olması. Biz ümumiyyətlə qar xətti məsələsi gələrkən temperaturu düşünməliyik. 18. Arazboy düzənliklərdə günəşli saatların illik miqdarının Lənkəran ovalından çox olmasının səbəbi günəşli saatların miqdarı sadəcə buludluqla bağlıdır. Əgər eyni enlikdə yerləşən, təxminən eyni enlikdə yerləşən ərazilərdirsə, hansı ərazidə buludluq çoxdursa, orada günəşli saatlar az olur, buludluq azdırsa çox olur. Yəni tərs mütənasib. Arazboy düzənliklərdə də 18-ci sualda bizə deyir ki, arazboy düzənliklərdə çox olmasının səbəbi. Deməli, arazboy düzənliklərdə günəşli saatların çox olmasının səbəbi buludluğun az olmasıdır. Burada doğru cavab olur D variantı. Buludluğun az olması. 19. Kür-Araz ovalında günəş radiasiyasının şollar düzündən çox olmasının səbəbi. Günəş radiasiyası da yenə də eyni şəkildə buludluqla bağlıdır. Buludluq çox olan yerlərdə az olur, az olan yerlərdə çox olur. Yəni tərs mütənasibdir. Əgər bizə deyirsə ki, Kür-Araz ovalında günəş radiasiyasının şollar düzündən çox olmasının səbəbi, o zaman biz düşünəcəyik ki, Kür-Araz ovalında buludluq azdır. Deməli, doğru cavab olacaq burada buludlu günlərin az olması. Digər variantları düşünməyə dəyməz. Həm günəşli saatlarda, həm günəş radiasiyasında buludluğu düşünürük. 20-ci sual. Abşeronda isti yay günlərində xəzri küləyinin yaratdığı dəyişikliklər. Xəzri külək ümumiyyətlə şimaldan və şimal-şərqdən əsir. Həmişə şimaldan əsən küləklər temperaturu aşağı salır. Yəni biz burada birinci növbədə temperaturu aşağı salır cavabını götürməliyik. Temperatur kəskin artır, bunu atırıq. Sonra çirkli hava təmizlənir, dolu yağır, olmaz. Yağıntı və rütubətlik azalır. Şimaldan gəlirsə, bu istər-istəməz yağıntını nisbətən artırmalıdır. B variantında havanın aşağı düşür, quraqlıq hissəsi yanlışdır. Çünki cənubdan gələn küləklər quraqlıq yaradır. D variantı doğru cavabdır. Temperatur aşağı düşür, hava sərinləyir. Bəzi vaxtlarda yağıntı yağmasına gətirib çıxarır. Abşeronda isti yay günlərində gilavar küləyinin havada yaratdığı dəyişikliklər. Gilavar əsir cənubdan və cənub-şərqdən. Yəni İran yaylası üzərindən gəlir. Cənubdan və cənub-şərqdən gələn küləklər, İran yaylasından gələn küləklər temperaturu artıracaq, quru hava yaradacaq. Gilavar yay aylarında müşahidə elədiyimiz yay aylarında isti, quru küləklər gətirir. Temperaturu da artırır. Deməli, burada doğru cavab olacaq Y variantı. Temperatur artır, hava aydın və buludsuz olur. Yəni quru olur, quru küləklər əmələ gəlir. 22-də bizə deyir ki, külək gülünə əsasən Bakıdakı hakim küləyin istiqamətini və onların yerli adlarını müəyyən edin.
Deməli, külək gülü qrafikində bu xəttlər nə qədər çox olarsa, hansı tərəfdə çox olarsa, orada küləkli günlərin çox əsdiyini göstərir. Bunun ortasındakı 6 isə küləksiz günləri göstərir. Yəni 6 gün külək əsməyib. Burada baxırıq ki, ən çox şimal tərəfdə xəttlər var. Bir də cənub-şərq hissədə xəttlər daha çoxdur. Deməli, hakim külək daha çox külək əsib şimaldan və cənub-şərqdən. Şimal və cənub-şərq olan cavab hansı varsa biz onu götürürük. C variantı doğrudur. Şimaldan əsən külək xəzridir. Cənub və cənub-şərqdən əsən külək isə gilavardır. C variantı doğru cavab. 23. Azərbaycan ərazisində Culfa məntəqəsi üçün səciyyəvi xüsusiyyət. Culfa Naxçıvanın Arazboy düzənliklərində yerləşir. Azərbaycanda mütləq maksimum temperatur müsbət 46 dərəcə və mütləq minimum temperatur mənfi 33 dərəcə. Hər ikisi burada qeydə alınıb Culfa məntəqəsində. A variantı doğrudur. 24-cü sual. Havanın orta illik temperaturunun müsbət 10 dərəcədən aşağı olduğu şəhərlər deyilsə bizə, biz birinci növbədə dağlıq əraziləri götürməliyik. Orta illik temperatur düzən ərazilərdə müsbət 10 dərəcədən çox, dağlıq ərazilərdə isə müsbət 10 dərəcədən azdır. Aşağı olduğu dediyi üçün biz düzənlikləri atacağıq. A variantında Şərur, Naxçıvan, İmişli bunları çıxırıq. C variantında Neftçala düzən ərazidə çıxırıq. D variantında Yevlax Qazağı çıxırıq. Y variantında Sabirabad Gəncəni çıxırıq. Doğru cavab olacaq B variantı. Daşkəsən, Kəlbəcər, Şuşa dağlıq ərazilərdir. Burada orta illik temperatur 10 dərəcədən aşağıdır. 25-ci sualda havanın orta illik temperaturunun müsbət 10 dərəcədən yuxarı olduğu şəhərlər bu dəfə düzən əraziləri götürməliyik. Dağlıq əraziləri çıxırıq. Dağlıq rayonlara çıxsaq, deməli, doğru cavab olacaq Bərdə, Salyan, Hacıqabul. Bunlar üçü də düzən ərazidir və yarım səhra iqlimidir. Bizim bütün düzən ərazilərimizdə illik orta temperatur müsbət 10 dərəcədən daha çoxdur. 26 Xəzri və Gilavar küləklərinə aid olmayan xüsusiyyət deyir bizə. Aid olmayan xüsusiyyət. Dağlıq əraziyə aid deyil bu küləklər. Sonra Respublikamızın qərb bölgələri üçün səciyyəvi deyil, Xəzri Gilavar Abşeron yarımadasına aiddir. Sonra məsələn Abşeronda havanı təmizləyir, ola bilər. İsti rütubətli küləklərdir. İsti rütubətli küləklər deyil bunlar. Deməli, Gilavar cənubdan gəlir, isti quru hava gətirir. Xəzri şimaldan gəlir, temperaturu aşağı salır, rütubət gətirə bilir. Yəni isti rütubətli sözü heç birinə aid deyil. 2, 4, 5 doğru cavabdır. Təsərrüfata ziyan vurur, xüsusilə Xəzri bəzən yüksək dalğaların əmələ gəlməsinə səbəb olur. Bu doğru cavab idi. Bunu çıxırıq. Abşeronda havanı təmizləyir. Bunu da çıxırıq. Əsasən şimal-qərb və cənub-qərb istiqamətli küləklərdir. Ümumiyyətlə şimal istiqamətindən gələn Xəzridir, cənub istiqamətindən gələn Gilavardır. Bu da ola bilər. 2, 4, 5. Gilavar küləyinin istiqaməti. Gilavar cənub istiqamətindən gəlir. Cənubdan, cənub-şərqdən daha çox. Cənub və cənub-şərqə uyğun gələn D variantıdır. Şimaldan və şimal-şərqdən gələn isə Xəzridir. 28. Atmosferdə Azərbaycanda atmosfer yağıntılarının əsasən ilin soyuq dövründə düşməsinin səbəbi. Azərbaycan ərazisinin böyük hissəsi subtropik qurşaqda yerləşdiyi üçün subtropik qurşaqda yay aylarında tropik hava kütlələri hakim olur, qış aylarında isə daha çox mülayim hava kütlələri daxil olur. Deməli, bizdə yayın isti və quru keçmə səbəbi tropik hava kütlələridir. Qışın isə mülayim və rütubətli keçmə səbəbi mülayim, daha doğrusu qışın yayın isti və quru keçmə səbəbi tropik hava kütlələridir. Qışın mülayim və rütubətli keçmə səbəbi isə mülayim hava kütlələridir. Əgər bizə deyilsə ki, soyuq dövründə düşmə səbəbi deməli mülayim hava kütlələrinin təsiridir. Kontinental Arktik hava kütlələri bizə çox yağıntı gətirmir. Gəlsə də Hind okeanından bizə hava kütlələri gəlmir. Qərbdən yayda quru hava kütlələri gəlmir. Qərbdən rütubətli hava gəlir. Xəzər dənizi üzərində yaranan hava kütlələrinin təsiri olsa da bu əsas səbəb deyil.
29-cu sual. Azərbaycanda atmosfer yağıntılarının ilin isti dövründə az düşməsinin səbəbi Azərbaycan böyük əksəriyyət ilə subtropik qurşaqda yerləşdiyi üçün yayda tropik hava gəlir. Yayda da tropik hava gəldiyi üçün isti və quru hava gətirir. Deməli, səbəbkar tropik hava kütlələrinin olmasıdır. C variantı doğru cavab. 30 xəritə sxemi əsasən illik günəş radiasiya miqdarının daha çox olduğu ərazini müəyyən edin. Azərbaycanda ən çox illik günəş radiasiyasının çox olduğu birinci yer Naxçıvanın yüksək dağlığıdır. İkinci yer isə Naxçıvanın arazboy düzənlikləridir. Burada biz xəritədəki məntəqələrə baxsaq, Naxçıvan ərazisinə düşən sadəcə burada 3 var. 3 Şərr Ordubaddır. Naxçıvanın arazboy düzənliyi doğru cavab Y variantıdır. 31-ci sual. Abşeron yarımadasında ümumi radiasiya miqdarı 100-135 kilokalori, Zəngəzur dağlarında isə 150-160 kilokalori olduğu halda burada orta illik temperaturun aşağı olmasının səbəbi. Deməli, günəş radiasiyasının miqdarı buludluqla bağlıdır. Zəngəzur dağlarında, yəni Naxçıvanda il boyunca buludluq az olduğu üçün, daha az olduğu üçün ona görə günəş radiasiyası çox düşür. Amma yüksək dağlıq ərazi olduğu üçün yüksək dağlıq ərazilərdə temperatur aşağı olmuş olur. Çünki biz bilirik ki, yer səthindən yuxarı qalxdıqca hər 1000 metrdə temperatur 6 dərəcə azalır. Məsələn, A variantında deyir ki, il ərzində günəş bucağının kəskin dəyişməsi, əgər günəşin düşmə bucağı dəyişirsə, bu Abşeronda da dəyişir, Zəngəzurda dəyişir, olmayacaq. Yüksəklik artdıqca buludluq artmır. Dağ yamaclarının meylliyinin yüksək olması. Dağ yamacının meylliyinin yüksək olması buna birbaşa aidiyyəti yoxdur. Kənardan gələn hava axınlarının təsiri hər ikisinə təsir edir. Radiasiyanın xeyli hissəsinin əks olunması. Deməli, bu əsas səbəblərdən biridir. Zəngəzur dağlarında qış vaxtlarında qar olduğu üçün, buz olduğu üçün gələn şüanın xeyli hissəsini əks elətdirir. Ona görə də doğru cavab olacaq Y variantı. 32. Verilən hansı dağ zirvələri arasında atmosfer təzyiqi daha böyükdür, fərqi daha böyükdür? Hansı dağların hündürlük fərqi böyükdürsə, təzyiq fərqi də çox olmuş olacaq. Deməli, A variantında 2 və 5-dir. Tufan dağ 4191 metrdir. Küküdağ 3120-dir. Əvvəlcə hündürlükləri yazaq. Camışdağ 3724-dür. Babadağ 3629. Dübrar 2205. Böyükköz 2725. Deməli, B variantına baxsaq, Camışdağ və Küküdağ. Burada çox böyük fərq yoxdur. C variantına baxsaq, Babadağla 6 hansıdır? 6 böyük fərq yoxdur. D variantında 2 ilə 4 Tufan dağla Dübrar. Bəli, ən böyük fərq elə burada olmuş olacaq. D variantı doğru cavabdır. Y variantında da baxın hər ehtimal. Ən böyük fərq D variantında. Temperatur və təzyiq fərqi çox olmuş olacaq. 33. Böyük Qafqazın cənub yamacında bol yağıntı düşməsinin səbəbi və bunun nəticəsi. Cavablara biz bir-bir baxaq. Yüksəkliyə doğru buxarlanma qabiliyyətinin az, denudasiya prosesinin zəifləməsi. Dağlıq ərazilərdə denudasiya çox olur. Yəni bunun aidiyyəti yoxdur. B variantı dağın mülayim hava kütləsinin qarşısına kəsilməsi, dağ çöl landşaftının geniş sahə tutması. Mülayim hava kütlələrinin qarşısını kəsir, amma dağ çöl landşaftı yağıntı çox yağan yerlərdə çöl landşaftı yox, daha çox meşə landşaftı yaranır. C variantı dağa cənub siklonlarının özü ilə bol rütubət gətirməsi Karsima Moren. Kars yeraltı suların fəaliyyətidir. Morenlər buzlağın fəaliyyətidir. Yəni birbaşa aidiyyəti yoxdur. Bunu da çıxırıq. D variantı dağ boyu yuxarı qalxan havanın soyuyaraq doyma həddinə çatması, sel və daşqınların yaranması bu doğru cavabdır. Böyük Qafqazın cənub yamacında Azərbaycanda ən rütubətli ikinci yerdə bol yağıntı düşür və dağ çaylarında orada sel əmələ gəlmiş olur. Sel və daşqınlar ora üçün xarakterikdir. Havanın temperaturunun atmosfer təzyiqinin azalması, yüksəklik qurşağının daha mürəkkəb olması, yüksəklik qurşağının mürəkkəb olması, ora bol yağıntı düşməsinin yəni birbaşa aidiyyəti yoxdur. Yüksəklik qurşağı dağda bir-birinə əvəz edən landşaftlardır. Yəni digər dağlıq ərazilərdə də
Yuxarı getdikcə temperatur və təzyiq azalır. Yəni yağıntının düşməsinin əsas səbəbkarı deyil. 34-cü sual. Azərbaycan ərazisinə daha çox yağıntı gətirən hava kütlələri ekvatorial hava ümumiyyətlə bizə gəlmir. Kontinental adı olanlar bol yağıntı gətirə bilməz. Tropik hava kütlələri bol yağıntı gətirə bilməz. Qaldı 1 və 4 doğru cavabdır. Şimaldan gələnlər daha çox yağıntı gətirmiş olacaq. 35 illik yağıntıların miqdarının daha çox olduğu şəhərlər. Bizdə düzən ərazilər daha çox yarımsəhra və quru çöl iqlimində yerləşir. Adətən düzən əraziləri çıxmaq lazımdır. Gəncə yarımsəhra iqlimidir. Naxçıvanı çıxırıq, Bakını çıxırıq və Kürdəmiri çıxırıq. Şuşa, Quba, Zaqatala dağlıq ərazilərdir. Lənkəran da Azərbaycanda ən bol yağıntının yağdığı zonadır. 1, 3, 6, 7 doğru cavabdır. 36-cı sualda bazarcı və şaxta arasında atmosfer təzyiqi fərqini soruşur. Bunların hündürlük fərqini biz bilsək, böyükdən kiçiyi çıxırıq. Böyükdən kiçiyi çıxarkən bunlar arasında qalır 223 metr fərq. 223 metr fərqində eləyir 22,3. Çünki hər 10 metrdə təzyiq 1 millimetr azalır. Doğru cavab Y variantı. 37-ci sual. İllik yağıntının miqdarının daha az olduğu inzibati rayonlar deyilsə, biz düzənlikdə yerləşən rayonları götürəcəyik, yarımsəhra iqlimi olan rayonları. Dağlıq əraziləri buradan çıxacaq. Quba dağlıq ərazidir, Oğuz daha çox dağlıq ərazidir, Zaqatala, Böyük Qafqazın cənubu dağlıq ərazidir və Laçın, Kiçik Qafqaz dağlıq ərazidir. 1, 3, 4, 7. Bunlar Kür çökəkliyində yerləşir, yarımsəhra iqlimi olan düzən ərazilərdir. 38. Rütubətlənmə əmsalının vahiddən kiçik olduğu ərazilər Azərbaycanda rütubətlənmə əmsalının vahiddən kiçik olduğu ərazilər deyilsə, yarımsəhra və quru çöl iqlimi olan, yəni isti quraq ərazilər götürəcəyik. Dağlıq əraziləri çıxırıq. Böyük Qafqazın cənub yamacını çıxırıq, Talış dağlarını çıxırıq, Kiçik Qafqazı çıxırıq və Qarabağ vulkanik yaylasına çıxmaq lazımdır. 2, 5, 6, 7 bu ərazilər yarımsəhra iqlimidir, isti quraq ərazilərdir. 39. Azərbaycanda buxarlanma qabiliyyətinin böyük, buxarlanmanın kiçik. Buxarlanma qabiliyyəti böyük, buxarlanma kiçik deyilsə, yenə də isti quraq ərazilər, yəni yarımsəhra iqlimi olan yerləri götürəcəyik. Yarımsəhra iqlimi deyiriksə, dağlıq əraziləri çıxacaq. Buradan Lənkəran ovalını çıxırıq, Böyük Qafqazı çıxırıq. D variantından Talış dağları, Lənkəranı çıxırıq. Y variantından Küraraz, Kiçik Qafqazın orta dağlarını çıxırıq. Doğru cavab olur C variantı. İsti quraq ərazilər, Abşeron, Qobustan, Arazboy düzənliklər, Küraraz. 40-cı sual. Atmosfer yağıntılarının hündürlüklərdən asılı olaraq dəyişmə qrafikinin səciyyəvi olduğu sıra dağlar. Deməli, bu qrafikə əsasən biz deyirik ki, Azərbaycanda sadəcə Talış dağlarında yüksəyə doğru getdikcə, orta dağlara getdikcə yağıntının miqdarı azalır. Yəni, bir qrafikinə sadəcə uyğun olan Talış dağlarıdır. Birə Talış dağları olan görək neçə dənə cavab var? Sadəcə Y variantı var. Digər dağlıq ərazilərimizdə dağ ətəyindən orta dağlığa getdikcə, yəni 2000 metr orta dağlıqdır. Orta dağlığa getdikcə yağıntının miqdarı artır. Sadəcə Talış dağlarında orta dağlığa yağıntının miqdarı azalır. 41-ci sualda biz iqlim qrafikində birinci baxırıq ki, qış temperaturu sıfırdan yuxarıdır, yəni qış mülayimdir. Yay temperaturu 27-28 dərəcə isə yay istidir və illik yağıntının miqdarı 350 mm. Əgər illik yağıntının miqdarı 200-400 mm arasıdırsa, bu yarımsəhra iqlimidir. Digər bir tərəfdən qış mülayimdir, yay da isti quraq ərazi isə bu düzən ərazidir. Dağlıq ərazi ola bilməz. Biz dağlıq ərazilərin üzərindən xətt çəkək, doğru cavab olacaq A variantı, Küraraz ovalığı. 42-ci sual. İqlim diaqramında baxırıq ki, qış temperaturu 5 dərəcədir, yəni qış mülayimdir. Yay da istidir. 20 dərəcəni keçirsə yay isti deyə bilərik. Əgər qış temperaturu müsbətdirsə, bu yüksək dağlıq ərazi, ümumiyyətlə dağlıq ərazi götürməyəcəyik, dağlıq ərazidə yerləşən şəhər götürməyəcəyik və illik yağıntı miqdarı 1410 mm-dir. Kiçik Qafqazda yağıntı miqdarı 1000 mm və daha az olur. Kəlbəcər həm Kiçik Qafqazdır, həm də dağlıq ərazi olduğu üçün qış temperaturu müsbət 5 ola bilməz. Deməli, və yağıntının miqdarı da bərabər.
Yağıntıda ilin soyuq baxırıq ki, yağıntıda ilin soyuq dövründə düşür. Deməli, buradan Şəmkir də çıxacaq, Kiçik Qafqazdır. Qusar yağıntının miqdarı ümumiyyətlə 1000 millimetrdən çox yağıntı Lənkəran ovalığı, Talış dağları Böyük Qafqazın cənub yamacına düşür. Qusar Böyük Qafqazın şimal-şərqidir. Bunu da çıxırıq. Burada Qax və Astara qaldı. Qax Böyük Qafqazın cənub yamacı olduğu üçün orada yağıntılar əsasən ilin isti dövründə düşür. Onu da çıxırıb doğru cavab olacaq A variantı. Qaxda bir də qış temperaturu da müsbət 5 dərəcə ola bilməz. 43-cü sual. Buxarlanma qabiliyyəti fərqinin daha az olduğu ərazilər fərqin az olması üçün buxarlanma qabiliyyəti istiliklə bağlıdır. Fərqin az olması üçün onlar arasında hündürlük fərqi az olmalıdır. Yəni biri dağ, biri düzənlik ola bilməz. A variantına baxırıq, biri düzənlik, biri dağdır, çıxırıq. C variantında biri düzənlik, biri dağdır, bu da çıxırıq. D-də də Abşeron düzənlik, Böyük Qafqazın cənub yamacı dağ. Burada da biri dağ, biri düzənlik. Fərqin az olması üçün ikisi də ya dağ olmalıdır, ya da ikisi də düzənlik olmalıdır. B variantı doğru cavabdır. Arazboy düzənliklər və mil düzü. 44. Azərbaycanda günəş radiasiyasının kəmiyyətinin daha çox olduğu ərazi və bunun səbəbi. Günəş radiasiyasının miqdarı buludluluqla əlaqədardır. Əgər buludluq azsa, günəş radiasiyası çox olmuş olacaq. Azərbaycanda da buludluğun ən az olduğu yer Naxçıvandır. Deməli, burada Naxçıvana aid olan cavab olacaq A variantı. 44 A variantı. Azərbaycanın 45-ci sual daha az düz günəş radiyasiyası alan ərazi və bunun səbəbi. Deməli, düz günəş radiyasiyası az alan ərazi olacaq buludlu yer. Daha çox biz buludlu yer götürməliyik. Baxaq görək buludlu yer daha çox harda var. 45-ci sualda yüksək dağlıq ərazilərdə buludluq az olur. Kür ərazidə buludluq azdır, isti quraq ərazidir. Naxçıvanda buludluq azdır. Abşeron və Qobustanda buludluq çox deyil. Y variantı dağətəyi və orta dağlıq ərazidə buludluğun yüksək dərəcəsi. Bu doğru cavabdır. 46-cı sual. Bakıda il ərzində havanın temperaturunun və günorta vaxtı günəş şüalarının düşmə buzağının dəyişməsini düzgün verildiyi qrafiki müəyyən edin. Ümumiyyətlə, düşmə bucağı ilə temperatur düz mütənasibdir. Yəni, düşmə bucağı nə vaxt çox olursa, temperatur da o vaxtı çox olmalıdır. Azərbaycan Bakı şimal yarımkürəsində yerləşdiyi üçün ən isti temperatur olur iyul ayında, 7-ci ayda. Və düşmə bucağı da ona uyğun olaraq dəyişməlidir. Məsələn, A variantında biz baxırıq ki, temperatur 7-ci ayda çoxdur, amma günəş radiasiyası fərqli dəyişib. Yəni, hər ikisi eyni şəkildə dəyişməlidir. B variantı da bir-birinin əksinədir. C variantına baxırıq, 7-ci ayda temperatur daha az olub, bu cənub yarımkürəsinə aiddir. Deməli, D variantına baxırıq ki, Y variantında il boyunca sabit göstərir, dəyişmir, yəni bu da belə deyil. D variantı doğrudur. Bakıda ən isti temperatur 7-ci ayda olur. Günəşin düşmə bucağı da ona uyğun dəyişir. Çünki günəşin düşmə bucağına uyğun olaraq temperatur dəyişmiş olur. Bakı şəhərində havanın temperaturunun illik gedişini. Bakı şəhərində qış temperaturu müsbətdir, yay temperaturu da istidir. Yəni müsbət 20 dərəcədən daha çoxdur. Burada A variantı ilə doğru cavabdır. B variantı niyə doğru olmur? B variantında mənfi 10-a düşüb. C variantında C variantında qış temperaturu hardasa müsbət 15-dən başlayır, olmayacaq. Abşeron yarımadasında qışın orta temperaturu 2-3 dərəcədir təxminən. D variantında cənub yarımkürəsinə aiddir, qrafik və mənfidən başlayır. Y variantında da mənfidən başlayır, olmaz. 48-ci sual. Xəzri küləyinin istiqaməti Xəzri şimaldan və şimal-şərqdən gəlir. A variantı doğru cavabdır. 49-cu sual. Azərbaycanda düz günəş radiasiyasının ərazilər üzrə artan sırası. Deməli, biz buludlu yerdən başlayacağıq, buludsuz yerdə bitəcək. Azərbaycanda ən az buludluğun olduğu yer Naxçıvan ərazisidir. Deməli, burada doğru cavab Lənkəran ovalığı, Böyük Qafqazın yüksək dağlığı və Naxçıvanın yüksək dağlığı ilə doğru cavab olacaq. Digərlərinə baxaq, niyə olmaz? Kiçik Qafqazın yüksək dağı, Naxçıvanın yüksək, Lənkəran ovalığına bitə bilməz. Lənkəranda düz günəş radiasiyası daha azdır. C variantında buludlu yerlə bitə bilməz.
Qanı çay buludlu yerdir. D variantında Lənkəran ovalığı Naxçıvanın yüksək dağlığı ən çox olmalıdır. Kür Arazdan bitməyəcək. Y variantında Kiçik Qafqazın yüksək dağlığı, Lənkəran ovalığı bununla və Naxçıvanın Lənkəran ovalığı birinci gəlməli idi. A variantı doğrudur. Yəni ən buludlu yer birinci gələcək, ən buludsuz yer isə axırıncı gələcək. A variantı doğru cavab. İqlim diaqramının uyğun gəldiyi məntəqələri müəyyən edin. Əgər birinci qrafikdə bu dairənin içərisində məxrəcə 247, sürətə 14,4 yazılıbsa, məxrəc orta yağıntını göstərir, sürət isə orta temperaturu göstərir. 247 millimetr yağıntı burada sadəcə və sadəcə Abşeron yarımadasına aid ola bilər, yarımsəhra və quru çöl iqlimi. Çünki yarımsəhra və quru çöl iqlimində yağıntının miqdarı 200-400 arasıdır. İkinci, 1402 millimetr yağıntı Böyük Qafqazın cənubunda ola bilər və Talış dağları, Lənkəran ovalında ola bilər. Amma nəzərə alsaq ki, Böyük Qafqazın cənub yamacına iki dənə ərazi düşür. Böyük Qafqazın cənub yamacında yağıntılar daha çox ilin isti dövründə düşür. Amma biz burada baxırıq ki, ilin soyuq dönəmində yağıntının miqdarı daha çoxdur. Deməli, bu Lənkərana aiddir. 1-ə aid olacaq 1, 2-yə aid olacaq 4. C variantı doğru cavabdır. 51-ci sual. İqlim diaqramına uyğun gələn məntəqələri müəyyən edin. 1000 millimetrdən çox yağıntı düşən Talış dağları və Böyük Qafqazın cənubu olmalıdır. Digərlərini 1-ə uyğun gələ bilməz. Yəni onlara çıxmaq lazımdır. Talış dağlarında yağıntı ilin soyuq dönəmində düşdüyü üçün 4 də olmayacaq. 1-ə aiddir o zaman 6. Böyük Qafqazın cənub yamacı. 2-yə 2'ye 1 ola bilməz. Bu yarım səhra iqlimidir. 2'ye 3 və 5 ola bilməz. Niyə? 3 yüksək dağlıq ərazidir, 5 də yüksək dağlıq ərazidir. Orada qış temperaturu 2-3 dərəcədən başlaya bilməz. Yay temperaturu da 25-ə çatmayacaq. Deməli, burada doğru cavab da 2-dir. 2 də Qusar düzüdür. Quba ərazisidir ora. Yağıntının miqdarı 571 millimetr. 2'ye də aid olacaq 2. 1'ə 6, 2'ye 2. Cavab olaraq 1'ə 6, 2'ye 2 cavabı C variantı doğru cavabdır. 52-ci sualda atmosfer təzyiqinin artmasına görə Azərbaycanda dağ zirvələrinin düzgün sırası hündürlüklə təzyiq tərs mütənasibdir. Əgər bizə deyirsə ki, təzyiqin artmasına görə, deməli hündürlüklər azalmaya doğru getməlidir. Hündürlüklərin azalmaya doğru getdiyi, baxaq görək hansı cavab var? Y variantı. Şaxdağ 4243, Camışdağ 3724, Dübrar 2205. Çünki hündürlük azaldıqca təzyiq artmış olur. Y variantı doğru cavabdır. 53. Yağıntıların illik miqdarının daha çox olduğu inzibati rayonlar deyirsə, biz dağlıq ərazilər götürəcəyik. Burada düzən ərazilər var. 1 Neftçala rayonudur, olmayacaq. 3 Ordubad rayonudur, yağıntı Naxçıvanda çox deyil. 5 Xaçmaz rayonudur, burada yarım səhra iqliminə düşür, olmayacaq. Doğru cavab olacaq 2, 4, 6. 2 Balakən rayonudur, 4 Qəbələ rayonudur, 6 da Kəlbəcər rayonudur. Y variantı doğru cavab. 53. Deməli 53'ü dedik. Yox, 53'ü demədik. Dedikmi? 53'ü dedik. 54-cü sual. 54'te deyir ki, xəritə sxemi əsasən yağıntıların miqdarının daha az olduğu inzibati rayonlar. Bu dəfə dağlıq ərazilərə çıxırıq. 2 Balakəndir çıxırıq. 4 Qəbələdir çıxırıq. 6 Kəlbəcər çıxırıq. Doğru cavab 1 Neftçala, 3 Ordubad, 5 Xaçmaz. 1 Neftçala, 3 Ordubad, 5 Xaçmaz. B variantı doğru cavabdır. 55-ci sual. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Deməli, yerli küləklərdir. Bu hər birinə aid, ikisinə də aiddir. Abşeronda dağıdıcı hadisələrə səbəb olur, neft mədənlərinə ziyan vurur. Bu Xəzriyə aiddir daha çox.
Cənub və cənub-şərq istiqamətindən əsir bu gilavardır. 1-ə 3 olmayanları çıxa bilərsiniz. Bu belə getdi. Yay vaxtı quru hava şəraiti. Yay vaxtı quru hava şəraiti deyirsə, bu aiddir yenə də gilavara. 1-ə 3, 4. Deməli, 1-ə 3, 4, 2-yə 2-yə 1-ə 3, 4, 2-yə 1 ilə yerlə yox, səhv dedik. Abşeron yağ havasına əhəmiyyətli dərəcədə təsir edir, hər ikisidir. Deməli, C variantı yox, A variantı doğru cavabdır. 1-ə 3, 4, 2-yə 2, 6, 3-ə 1, 5. 56-cı sual. Deməli, dağın ətəyində bu qədər temperatur var. Dağın zirvəsində havanın temperaturu, zirvənin mütləq önəmində dağ zirvəsinin adını müəyyən edin. Deməli, 1629 metri çəkək. 1629 metrdə temperatur 14 dərəcədir. Deyir ki, dağın zirvəsində 2 dərəcədir. Əgər bizə 2 dənə temperatur veribsə, böyükdən kiçiyi çıxacaq. Deməli, 14 çıxa 2, bu eləyəcə 12 dərəcə fərq var bunların arasında. 1000 metrə 6, 12 dərəcə x. X bərabər olur 2000 metr. Yəni biz tapdıq ki, burayla zirvə arasında 2000 metr fərq var. Yəni 2000 də gəlsək bunun üzərinə, bu olacaq 3629. 3629 metr zirvə bunlardan uyğun gəlir Babadağa. A variantı doğru cavabdır. 57-ci sual. Muğan düzündə ümumi radiasiyanın 81-i və ya 60%-i udulursa, ümumi və əks olunan radiasiyanı tapın. Deməli, 80%-i, 60%-i udulursa, 81 kilokalori bizə deyir ki, 60%-dir. Ümumi və əks olunan, ümumi 100% deməkdir. X bərabərdir. Biz ümumi radiasiyanı tapsaq, 100 vuraq 81 bölü 60-a. Bunlar x-lar gedəcək. 810 bölək 6. 810-u 6-ya bölsək, 135. Ümumi radiasiya 135 olan sadəcə bir dənə D variantı var. Əks olunan radiasiyanı da tapa bilərik. 135-dən çıxsaq 81-i, çünki 81 udulub. Bu da eləyəcək 54, bu da olur əks olunan. D variantı doğrudur. 58. Respublikamızda bulutluqla günəşli saatların miqdarı arasında qrafik. Ümumiyyətlə, bulutluq artdıqca günəşli saatların miqdarı azalır. Yəni, tərs mütənasibdir. Burada da tərs mütənasibə uyğun gələn qrafik olacaq B variantı. 59-cu sual. Vulkanik yaylarda havanın temperaturu 10 dərəcədir və 1 kub metr havada 3 qram su buxarı var. Havanın temperaturu 0 dərəcəyə düşərsə, qar yağmamasının səbəbi. Deməli, 10 dərəcədə doymaq üçün 9 qram su lazımdır. Bunu bilirik biz. Havanın temperaturu 0 dərəcəyə düşərsə, 0 dərəcəyə də düşəndə doymaq üçün 5 qram su lazımdır. Hal-hazırda 3 qram su varsa, demək doymaq üçün hələ ki 2 qram çatışmır. Əgər hava da doymursa, yağıntı vermir. Biz də deyəcəyik ki, burada havanın su buxarı ilə doyma həddinə çatmaması. Bəli. Əgər 3 qram yox, 5 qram və daha çox olsaydı, hava doyacaqdı və yağış yağacaqdı və yaxud qar yağacaqdı. 60. Azərbaycan ərazisində orta illik temperaturun ən çox olduğu inzibati rayonu və ona aid olan xüsusiyyəti müəyyən edin. Deməli, Azərbaycanda orta illik temperaturun ən çox olduğu yer Kür Araz ovalıdır, Kür çökəkliyi. Kür Araz ovalığında da Xəzər dənizinə doğru getdikcə orta illik temperatur artır. Orta illik temperatur 14,5 dərəcədən böyük olan Salyan, Neftçala, Şirvan bu ərazilərdə orta illik temperatur orta illik temperatur 14,5 dərəcədən belə böyükdür. Burada olacaq Salyan, birə uyğun gələn də Kür çayının hər iki sahilində yerləşir. Bəli, doğru cavabdır.
O 61-ci sual. Gəncə şəhəri və Camışdağ istiqamətində iqlim tiplərinin ardıcılı. Gəncə şəhəri yarımsəhra iqlimidir. Camışdağ olacaq dağ tundra iqlimi. Birincisi olaraq yarımsəhra iqlimi ilə başlayıb dağ tundra ilə bitməlidir. Bu bir. İkincisi, Kiçik Qafqazda yayı quraq keçən mülayim isti iqlimdə çox azdır. Heç Gəncə istiqamətində yoxdur və bərabər yağıntılı iqlimdə yoxdur. Deməli, A variantında yay quraq keçən mülayim isti iqlimi çıxacaq. B variantında yay quraq keçən mülayim isti iqlim, yay quraq keçən soyuq iqlimi çıxırıq. A və B olmur. Digər variantlara baxaq. C variantında yenə də yay quraq keçən mülayim isti iqlim var, çıxırıq. D variantında qışı mülayim keçən D variantı doğru cavabdır. Y variantında yağıntıları bərabər paylanan mülayim isti iqlim, yayı yağıntılı keçən soyuq iqlim. Deməli, D variantı doğru cavabdır. 62. Günəş radiasiyasının dəyişmə qrafikinin hansı istiqamətə uyğun gəldiyini müəyyən edin. Baxırıq ki, 2000 metrə doğru, orta dağlığa doğru azalır, yüksək dağlıqda yenidən artır, hətta 160 kilokaloriya çatıb. Azərbaycanda düzənlikdən dağa, orta dağlığa günəş radiasiyasının miqdarı azalır, yüksək dağlıqda yenidən artır. Sadəcə 160 kilokaloriya çatdığı bircə dənə yer var. O da Naxçıvanın yüksək dağlıq ərazisidir. Deməli, baxaq görək Naxçıvana uyğun gələn variant varmı burada? Naxçıvana uyğun variant var. O da olacaq O və P. Deməli, bu neçənci sualdır? 62-ci sual. O və P cavabı görək uyğun gəlirmi? 62. O və P. Bəli. Çünki Naxçıvandan başqa 160 kilokaloriya çatan başqa bir yer yoxdur. 63. İqlim diaqramının aid olduğu müvafiq məntəqələr. Burada bir şeyə fikir versək, hər ikisində qış temperaturu mənfidir. Hər ikisində yay temperaturu 20-dən aşağıdır, yəni yay sərindir. Deməli, və ikinci məntəqə daha soyuq məntəqədir. Naxçıvanda yay sərin olmayacaq, bunu çıxırıq. B variantında Ağdam Göygöldən daha soyuq ərazi deyil, Göygöl daha hündürdə yerləşir. D variantında Qubadlıda yay və qış temperaturu bu qədər az olmayacaq. Y variantı Lənkəran ovalığı, Lənkəranda qış temperaturu müsbətdir, çünki Lənkəran düzən ərazidir. Və Lənkəran Xınalıqdan da Xınalıq Qubada yerləşir. Xınalıqdan daha soyuq ərazi ola bilməz. C variantı doğrudur. Şuşa və İstisu hər ikisi dağlıq ərazidir. İstisu Kəlbəcərdədir. İstisu daha yüksəkdə yerləşdiyi üçün orada qış temperaturu da, yay temperaturu da daha aşağıdır Şuşadan. Yəni İstisuun yerləşdiyi ərazi ilə Şuşanın yerləşdiyi ərazi arasında ən azı bir 500 metrlik bir fərq varsa, deməli temperatur da bu qədər fərqli olacaq. 64. Venn diaqramı uyğun bəndləri müəyyən edin. 1D'dir, 2B'dir. Biz deməli nəyə tapmalıyıq buradan? D'yə və B'yə aid olan xüsusiyyətlər. D nədir? Qış quraq keçir. Yəni qışı quraq keçən ərazi tapmalıyıq. Qışı quraq keçən ərazi. 2 də var. Qışı quraq keçən ərazi. Başqa nə var? E, və 4 də var qışı quraq keçən ərazi. Digərləri də uyğun gəlməlidir. Digər variantına baxaq. Yay quraq keçir. Mülayim isti iqlim tipinə aiddir. 4 mülayim isti iqlimə aid olduğu üçün 4-ü götürüb 2-yə D deyək. 2-yə D. D. Deməli 1-ə aid olacaq D-yə qış quraq keçir. 1-ə aid olacaq 2. 1-ə aid olacaq 2. B nədir? Yay quraq keçir. Yay quraq keçəcək. Bu da aid olacaq 2-yə də 5. Yay quraq keçən ərazi 5 Lənkəran zonası var. Naxçıvan. Digərləri niyə uyğun gəlmir? Çünki düzən meşə landşaftı həm 3-də də var, həm 1-də də var. Yəni burada elə bir cavab olmalıdır ki, bu ortaq xüsusiyyətdir. Düzən meşə landşaftı da uyğun gəldiyi üçün o variantları götürə bilmərik. 1-lə 3-də düzən meşə də var. Ona görə o cavabı heç birinə uyğun olmur. Onu götürə bilmərik. Deməli 1-ə 2, 2-yə 5.
1'ə 2, 2'ə 5 hansı cavab var? 1'ə 2, 2'ə 5 uyğun gəlmədi. Hansısa variantı götürməmişik. Deməli, qışı quraq keçənə biz 4'ü də götürə bilərik. Mülayim isti iqlim tipinə aiddir. Deməli, 1'ə D'yə qışı quraq keçir. 1'ə 1'ə 2, 1'ə 2, 2'ə 2 nədir? 2, B. Yay quraq keçir. Yay quraq keçir də 2'ə də 4. 1'ə 2, 2'ə 4. 1'ə 2, 2'ə 4'ü götürə bilərikmi? 1'ə 2, 2'ə 4 uyğun gəlmir. Deməli, digər variantlara baxaq. 1'ə düzən meşə landşaftı. D'yə D nədir? Qışı quraq keçir. 3'ü götürə bilərikmi? Deməli, əsasən uyğun bəndləri müəyyən edin. Uyğun bəndləri 64-cü sualda uyğun bəndləri müəyyən edin. 1'ə D'yə qışı quraq keçir. Qışı quraq keçənə qışı quraq keçənə mülayim isti iqlim tipinə aiddir. Bu ortaq xüsusiyyətdir. Qışı quraq keçənə 3'ü götürsək. Amma orada uyğun orta düzən meşə landşaftı da var. C də uyğundur ona. Və mülayim isti iqlim 2'ə də 1. 2'ə də 2'ə də 1. 2 B'yə də bir Lənkəran ovalığı, yay quraq. Burada ortaq cəhət də var deyə A və C də ortaq olmalıdır. Hər ikisi mülayim isti iqlimdir. Bəli. Burada biz götürəcəyik. Biz burada götürəcəyik D variantını. Çünki burada ortaq cəhətinə də mən baxmadım. Ortaq cəhətinə də baxmaq lazımdır. Bir də həm qış quraq keçsin. Qışı quraq keçən ərazi burada 2 də var. 4 də var. Amma bunlarda ortaq cəhət yoxdur. A ilə C ortaq cəhət olmalıdır həm də. Mülayim isti iqlim olsun və düzən meşə. Düzən meşənin olduğu 3 var, bir də 1 var. Ona görə də burada belə olmalıdır. 1'ə aid olacaq, 1'ə aid olacaq 3, 2'ye aid olacaq, B'yə aid olacaq, 2'ye aid olacaq 1. Çünki bunların hər ikisinin ortaq cəhəti odur ki, hər ikisi Qanı Qayriçayda, Lənkəran ovalıda həm mülayim isti iqlimdə, həm də düzən meşəsi var. D variantı doğru olacaq. D. Burada diqqətli olmaq lazımdır bu tip suallarda. Deməli, gəldik 65-ci sual. Şaxta zirvəsində havanın temperaturu -2,5, X zirvəsində 8 olubsa, bu zirvə arasında hündürlük fərqini tapın. X hansı zirvəyə uyğundur? Bunu biz belə eləyə bilərik. 8 çıxaq -2,5, görək nə qədər fərqi var. 10,5 dərəcə fərq var. 10,5 dərəcənin metr olaraq nə qədər edir? Bunu bir hesablayaq. Deməli, 1000 metrə 6 dərəcədirsə, 10,5'in x. 10,5 bax 1006 1750 metr edir bu. Deməli, həmin zirvə ilə Şaxdağ arasında 1750 metr fərq var. Şaxdağın hündürlüyü 4243 olduğunu nəzərə alsaq, 4243-dən 4243 çıxaq 1750. Bu da eləyir 2493. 2493 də Kömürköy zirvəsidir. Deməli, doğru cavab olacaq B variantı. 66. Xəritə sxemdə rəqəmlər verən ərazilər üçün düzgün olan ifadəni müəyyən edin. 1 və 6 daimi qar xəttinə malikdir. 1 düzən ərazidir. Burada qar xətti ola bilməz. 1'i çıxdıq. 2 və 3 buxarlanma qabiliyyəti ilə buxarlanma arasında fərq böyükdür. Bəli, isti quraq ərazidir. Doğrudur bu. 2'ni götürürük cavablar içərisindən. 1 və 5 helioenergetika imkanları məhduddur. Yəni buludlu ərazidir. Günəş energetikasıdır. Bunu çıxırıq. 3 və 5 düz radiasiyanın payı üstündür. Lənkəran zonası buludlu olduğu üçün düz radiasiya çox olmayacaq. 4 və 6 havanın orta illik temperaturu 10 dərəcədən aşağıdır. Bəli, dağlıq ərazidir. 2, 5
2 ilə 4 xəzri küləklərinin təsirinə məruz qalır. 2 və deməli imkanları məhduddur. Hara baxdıq biz? 1 ilə 5. Hə, düzdür də bu helio imkanlar məhduddur. Biz burada 3-ü götürməliyik. Mən səhv yazdım bunu. Deməli 2, 3, 5. 2, 3, 5 olmalıdır. 2, 3, 5 də A variantıdır. 2 və 4 xəzri küləklərinin təsirinə. Xəzir bura aiddir, amma 4-ə aid deyil xəzri. 6, A variantı doğru cavabdır. 67. Qrafik diaqramda rəqəmlərə Böyük Qafqazın cənub yamacında hündürlüyə bağlı dəyişən kəmiyyətlər göstərilmişdir. Uyğun kəmiyyətləri müəyyən edin. Deməli, birinciyə baxsaq, yüksək dağlığa doğru artır. Bu buxarlanmanın miqdarı arta bilməz. A variantı getdi. Ee, Yağıntının miqdarı düz radiasiya ikincidir. Düz radiasiya azalır. Atmosfer təzyiqi 3. Atmosfer təzyiqi azalır. Amma yağıntının miqdarı 3000 metrə doğru artmayacaq. Bunu da çıxırıq. Buxarlanma qabiliyyəti yüksəyə doğru azalır. Rütubətlənmə əmsalı yüksəyə doğru artır, bəli. Buludluq 2-yə baxaq. Buludluq orta dağlığa artır, yüksək dağlıqda yenidən azalır. Havanın temperaturu D variantı doğrudur. Çünki rütubətli əmsalı dağın ətəyindən zirvəsinə doğru artır. Buludluq orta dağlığa doğru artır, yüksək dağlıqda yenidən azalır. İkincisi buludluğa uyğun gəlir. Çünki 1000-2000 arası orta dağlıq ərazidir, yüksək dağlığa doğru azalır. Havanın temperaturu da elə dağın ətəyindən zirvəsinə doğru azalır. D variantı doğrudur. Y variantına baxaq. Ümumi radiasiya orta dağlığa doğru azalmalıdır, yüksək dağlıqda yenidən artmalıdır. O bir qrafiki də ona uyğun gəlmir. Orta dağlığa doğru azalmalı idi, yüksək dağlığa doğru artmalı idi. D variantı doğru cavabdır. Rəqəmlərə əsasən rütubətlənmə əmsalının vahiddən böyük olduğu məntəqələri müəyyən edin. Vahiddən böyük olduğu məntəqələr dağlıq ərazilərdir. Azərbaycanda vahiddən böyük olduğu ərazilər dağlıq ərazilərdir. 2-ni, 5-i, 6-nı çıxırıq. Doğru cavab olacaq 1, 3, 4. 69. Böyük Qafqazın cənub yamacında qış aylarında çox qar düşməsinin nəticələri. Səbəbləri yox, nəticələri soruşur. Yayın əvvəllərində çaylar quruyur. Qar çox düşürsə, əksinə çaylar bol su olacaq. Yayda qarlar əriyir, yazda çaylar bol su olur. Doğrudur. Torpaqda zəngin rütubət ehtiyatları toplanır. Bu da doğrudur. 200. Eroziya prosesi güclənir. Bəli, qar əriyir və torpağın üst qatını yuyur. Bitki örtüyü zəifləməyəcək, əksinə artacaq. 2, 3, 4 doğru cavabdır. 70. Böyük Qafqazın cənub yamacında qış aylarında az qar yağmasının nəticələri. Bu dəfə də yayda çaylar daşır olmayacaq. Torpaqda rütubət çatışmır, çünki qar az yağır. Yayda çayların su sərfi kəskin azalır, çünki qar yoxdur. Torpaqda çox rütubət toplanmayacaq, əksinə bitki örtüyü də zəifləyəcək. 2, 3, 5 doğru cavabdır. 71. İqlim diaqramı səciyyəvi olduğu əraziyə aid olmayan xüsusiyyət. Deməli, iqlim qrafikində qış temperaturuna baxsaq ilk olaraq, qış temperaturu müsbətdir, mülayimdir. Yay temperaturu da 28 dərəcəyə çatır. Deməli, qış mülayim, yay istidir. Bunu belə şəkildə deyə bilərik. Və yağıntı da 350-dirsə, demək yarım səhra və quru çöl iqlimidir. Aid olmayan xüsusiyyət dəmiyə əkinçiliyi olmayacaq. İsti quraq ərazilərdə suvarma əkinçiliyi olur. Boz qonur, boz çəmən torpağı var. İsti quraq ərazidirsə düz günəş radiasiyası da çoxdur burada. 2 ilə 3 atırıq. Çay əmələ gəlmə imkanları böyükdür, yanlışdır. İsti quraq ərazilərdə çay əmələ gəlmə imkanı az olur. Tünd şabaldı qara torpaqlar bu dağlıq ərazilərdədir. Bu da səhvdir. Yarımsəhra landşaftı var. Bunu da çıxırıq. Deməli bizə yanlışlar lazımdır. 1, 4, 5. 70-ci sual. Rəqəmlərə əsasən buxarlanma qabiliyyəti ilə yağıntı arasında fərqin daha çox olduğu məntəqələri müəyyən edin. Deməli, burada yağıntı ilə buxarlanma qabiliyyəti arasında fərq çox deyilsə, biz isti quraq ərazilər götürməliyik. İsti və quraq ərazilər. Deməli, isti quraq ərazilər burada nə var? 1 var, 5 var, 4 var.
1, 4, 5'in olduğu yerler konkret olarak yarımsəhra və quru çöl iqlimidir. Ona görə götürürük 1, 4, 5'i. Dağlıq əraziləri atmalıyıq və yağıntı çox olan əraziləri atmalıyıq. 73-cü sual. Xəritə sxemdə rəqəmlər arasında mümkün buxarlanma ilə yağıntı arasında fərqin daha az olduğu deyilsə, bu dağlıq ərazilər olacaq. Dağlıq ərazilər və yağıntı çox yarımsəhra iqlimi olan yerlərə çıxırıq. 4-5 kür ərazi ovalıdır. Bir də Naxçıvan ərazi boyudur. Bunları çıxırıq. 2, 3, 6 yağıntının çox yağdığı ərazilərdir. O əraziləri götürürük. 74. Respublikamızda əsən küləklərin yaratdığı hava şəraiti xəzri havanı yayda isidir, qışda soyudur. Xəzri şimaldan gəldiyi üçün havanı isitmir. Xəzri qışda və yayda havanın temperaturunu aşağı salır, doğrudur. Gilavar temperaturu artırır, çünki cənubdan gəlir. Gilavar havanın temperaturunun azalmasına səbəb olur, səhvdir. Xəzri yağıntıların azalmasına səbəb olur, səhvdir. Çünki şimaldan gəlirsə yağıntının artmasına səbəb olacaq. Ağ yel və qara yel düzənlik ərazilərdə isti quraq şərait yaradır. Bəli, Küraraz ovalında əsir. 2, 3, 6 doğrudur. 75. Respublikamızda əsən küləklərin hava şəraitində yaratdığı dəyişikliklər ağ yel və qara yel yağıntılı hava şəraiti yaradır. Səhvdir, isti quru küləklərdir. Gilavar qış aylarında havanı mülayimləşdirir. Bəli, cənubdan gəlir, isidir. Xəzri külək qış aylarında havanı soyudur. Bəli, şimaldan gəlir, doğrudur. Föhn küləkləri ilin soyuq dövründə dağarası ərazi isti və quru hava şəraiti yaradır. Bəli, föhn və yaxud fiyon isti quru küləklərdir. Soyuq və yağıntılı külək deyil, 5'i çıxırıq. Ağ yel və qara yel ilin soyuq dövründə temperaturu aşağı salır, yanlışdır. 2, 3, 4 doğru cavabdır. 76-cı sual. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Buxarlanma qabiliyyətinin çox olduğu ərazidə Şəhər, Ordubad, Küraraz ovalı. Bu doğrudur. Buxarlanmanın çoxaldığı ərazilər isti quraq ərazilər ola bilməz. 2-ni atırıq. Günəşli saatların çox olduğu Şəhər, Ordubad buludsuz ərazilərdir. Bu da doğrudur. Günəş radiasiyasının çox olduğu ərazilər Lənkəran ovalı, Qanı-Qəriçay ola bilməz. Çünki bura buludlu ərazidir. Ən az yağıntı düşən ərazilər aşağı Araz boyu, Şollar düzü. Ən az yağıntı düşən ərazi Abşeronun cənubudur. Bu da olmayacaq. Yalnız bir təbii vilayətdə yaranan iqlim yarım tipi, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim sadəcə Böyük Qafqazın cənub yamacında var. 1, 3, 6 doğrudur. 77-ci sual. 2 və daha çox iqlim tipinin yayıldığı ərazilər, yalnız bir iqlim tipinin yayıldığı ərazilər. Deməli, 2 və daha çox iqlim tipinin yayıldığı ərazi düzən rayon ola bilməz. 3'ü atırıq burada. İmişli Kür çökəkliyindədir. Tamamilə düzən rayon olduğu üçün yarım səhra iqlimidir. Yalnız bir iqlim tipinin yayıldığı ərazi deyərkən burada da dağlıq ərazilər çıxacaq. Çünki Tovuz və Qaxın tamamilə dağlıq ərazi, dağlıq və düzənlik ərazisi olduğu üçün bir neçə iqlim tipi var. Ona görə də yalnız bir iqlim tipi deyərkən düzən rayon götürür. Saatlı düzənlikdir. 1, 2, 5 doğru cavabdır. 1, 2, 5. Deməli, səbəb nəticə əlaqələrin düzgün verildiyi bəndi müəyyən edin. Azərbaycanın Xəzər dənizinin sahilində yerləşməsi, sahil boyu ərazidə bol yağıntı düşür. Bol yağıntı düşmür. Xəzər sahil boyu bütün ərazilərdə bol yağıntı düşmür. Burada bütün sözü var. Buludluq az olması Böyük və Kiçik Orta Dağlıq günəş radiasiyası çox olur. Böyük və Kiçik Qafqazın orta dağlığında günəş radiasiyası az olur. Əksinə orada buludluq çoxdur. Musson küləklərinin hakim olduğu ərazidə yağıntıların yaylarda düşməsi oradan axan çayların səviyyələri il ərzində kəskin dəyişir. Bəli, çünki musson yağışları yayda daha çox düşdüyü üçün yayda çaylar daşır. Azur adalarından daxil olan mülayim dəniz hava kütlələri il boyu Azərbaycanda bol yağıntı düşür. İl boyu deyil bu da. İlin soyuq dönəmindədir. 4 atırıq. Şpitsbergen və Qrenlandiya adalarına isti cəryanın təsiri izotermlər daha şimaldan keçir. İsti cəryan ümumiyyətlə olan ərazilərdə izotermlər daha şimaldan keçir. Bəli, o ərazilərə də isti Norveç cəryanı, Şimali Atlantik cəryanının davamı olaraq isti Norveç cəryanı təsir edir.
3-5 doğru cavabdır.